Azərbaycanda bir əl var gücü ilə ölkəni qarışdırmağa çalışır və bu əl özünü iqtidara yaxın göstərən, əslində isə eyni klanın listəsi ilə məclisə girənlərdir. Öncə Günay Ağamalı, indi də Razi Nurullayevin bir çıxışı yayımlanıb. Öncə istəyirsiniz ona gəlin baxaq arkadaşlar, ondan sonra bunun ətrafında danışacağım. Sosial paketlər hazırlasın yaşlı adamlar üçün razıyam, pensiya yaşı da aşağı salınsa buna da razıyam. Amma bir həqiqəti bilməliyik. Bugün dövlət hər bir nəfərə 500 manat uşaq puluda versə, yenə insanlar razı qalmayacaq. Çünki o 500 manata görə həyatını quracaq, o ona bəs etməyəcək. Sonra növbəti tələb 1000 manat olacaq. Daha çox tələb olacaq. Qoy dövlət onu versin, o ona yardım kimi olacaq. Amma onunla yaşamaq və gözəl həyat sürmək mümkün olmayacaq. Yenə də hər bir insan işləməli, çalışmalı və çalışıb nəsə iş yaradıb özü pul qazanmağı bacarmalıdır. Gördünüz yəqin ki, adam açıqca Azərbaycan xalqını bu aşağılamaqdır. Yəni adam rəsmən Azərbaycan xalqına gözü doymayan, görgüsüz, naşükür deyir. Yəni bunun dediyi kəlmənin sonu budur. Yəni 500 manat da versən gözləri doymayacaq demək istəyir. Yəni bu xalq doymayan xalqdır demək istəyir. Bir buna anlatsın, desin ki, ay dünənə qədər cırıq ayaqqabı geyinən, bu gün para görəndən sonra haddini aşan hadsiz. Azərbaycan xalqı bir qarnı ac, bir qarnı tox böyütdüyü uşağını uf demədən o vətənin uğrunda qurban verib. Ona 500 yox, 500 milyon da versən azdır. Amma Azərbaycan xalqına 100 manat versəniz sağ ol deyəcək xalqdır. Pensiyalar qalxır, 3 manat pensiya qaldırılır, ona belə şükür edən bir xalqa. Sən necə naşükür deyərsən, naşükür. Deyirsən ki, yaşlıların çeyini qaldırsınlar. Niyə pensiya yaşının düşməsini, məsələsini qaldırmırsan məclisdə? Bu birinci dəfə deyil, son 1-2 aya baxsanız, Razi Nurullayev deyilən bu təyin edilmiş deputat, bu saxtakar, çünki saxta seçkilərlə deputat olan insan saxtakardır. Saxtakar, dünənini bəyənməyən, dünənə qədər Xalq Cəbhəsinin qapısında burnunun suyunu axıdıb, oradan 3 quruşa razı olan, bugün çıxıb insanlara yuxarıdan aşağı baxır. Başa düşürəm, qardaşına Dubayda o boyda möhtəşəm toy elətdirən biri, birdən-birə dünənə qədər acından ölürdü, indi birdən-birə milyonçu olursa, bax belə olur. Azərbaycan xalqı nə naşükürdür, nə qudurğan deyil. Özünüzlə Azərbaycan xalqını bir səddə qoymayın. Və mən də buradan təklif edirəm Azərbaycan prezidentinə. Bunların hamısı otduğu yerdən belə xalqı aşağılayan və xalqı sizə qarşı qışqırtması üçün hər ay ona 9000 manat pul verirsiniz. Xahiş edirəm. O millət vəkilinin məclis başqanı 17 min alır. Komissiya sədrləri 10-15 min nə qədər alır. Sədr mavinləri 11 min nə qədər alır. Bu da 9 min. Bunların hamısını kəsin. Azərbaycan xalqının evlatlarına verin. Sabah vətən zorda olanda Azərbaycan xalqının evlatları, Azərbaycan xalqının qardaşı, atası gedib savaşır. Bunların qardaşları üçün kimi Dubayda şaqşaqlı milyonları xaricə çıxardıb, üstündən də biraz qara para aklamaq üçün toy eləmirlər. Xahiş edirəm, cənab prezident, bu məsələni nəzərə alın və artıq bu biri çıxır oradan Azərbaycan xalqına tənbəl deyir. O birisi çıxır Azərbaycan xalqına şərəfsiz deyir. Bir başqası çıxır Azərbaycan xalqına naşükür deyir. Hamısı da özləridir, hər kəs öz adını da Azərbaycan xalqının üstünə qoymasın. Və bu olanlar da əmin olun İlham Əliyev sizə qarşı, cənab prezident sizə qarşı xalqı qışqırtmağa hesablanmış bir şeydir və hamısını da yoxlayın. Elə bu qədənin bir neçə ay öncə siyonizmi dəstəkləyib içəridəki inanclı insanları qışqırtmasını görəcəksiniz. Bugün də uşaqlarla bağlı yayılan bu görüntüləri və xalqı görgüsüz, xalqı naşükür, xalqı gözü doymayan deyə göstərməsi bir qışqırtma politikasıdır. Sağ olun.